Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 5-ci sinif üzrə testlər işləyəcəyik. Birinci sual. Dalğalı, maylı və sınıq xəttlər hansı simvol sayılırdı? Günəş, bərəkət, torpaq və su. Demişdik ki, günəş çevrə daxilində çarpaz xətt. Bərəkət isə çevrəsiz, romb və çarpaz xəttlərin hüdudsuz təsviri sayılırdı. Torpaq isə çevrə daxilində romb fiquru, dik dairələr, düz və üfüqi xətt. Su isə dalğalı, maylı və sınıq xəttlər. Cildən hazırlanan kasa və güvəcin oxşar xüsusiyyətləri hansılardır? Bir rəngli olması, simmetrik olması, təbiət obrazlarının olması, dekorativ həndəsi olması. Cavab olacaq təbiət obrazlarının olması, hər ikisinin oxşar xüsusiyyətləridir. Ailədə əlamətli hadisə baş verib və elimizin şax xörəyi, plov bişirilib. Hansı qabda süfrəyə gələrdi? Kəfkir, sərpuş, sərnic və məcməyi. Cavab sərpuş olacaq. Bu tikmə növündə dalğavari, çarpaz, sınıq xəttlərdən istifadə olunurdu. Təkəlduz, muncuq tikmə, pilə tikmə və güləbətin. Cavab olacaq güləbətin. Güləbətin üzərində günəş simvolu var idi və araqçın nümunə olaraq verilmişdi. Və güləbətin üzərində dalğavari, çarpaz, sınıq xəttlərdən istifadə edilirdi. Hansı variantda təkəllüz haqqında yanlış cümlə verilib? Şərq sənətkarlarına məxsusdur. Bu doğrudur. Simmetrik kompozisiyadan istifadə olunub, doğrudur. Açıq və qapalı kompozisiya, bu yanlışdır. Açıq və qapalı kompozisiya muncuq tikmə və pilək tikməyə aiddir. Bir-birinə sarmaşan bitki və quş təsvirləri doğrudur. Məntiqi yaradıcılığı tamamlayın. Məğlub edilməz yer, taxıl, bərəkət. Deməli, burada cavabı nə ola bilər? Gözəllik, hasar, qəllə, antik. Demişdik ki, qala sözünün mənası nədir? Məğlub edilməz yer mənasında işlənir. Qəllə sözündən götürülmüşdür. Mənası yer, taxıl, bərəkət deməkdir. Həm qadın üst geyimində, həm də kişi üst geyimində oxşar olan geyimlər hansılardır? Çuxa, ləbbadə, kürdü, küləcə, üst köynəyi, çəpcən, eşmə, kürdü. Təbii ki, üst köynəyi, çəpcən. Həm qadın geyimində, həm də kişi geyimində istifadə olunur. Aşağıdakı variantlardan hansı kilim haqqında doğru cavabdır? Nazik və hamar toxunuşludur. Yüngül, ikiyüzlüdür. Sadə və qaba olur, divardan asılarkən saçaqları yanda olur. Nazik və hamar toxunuşlu gecimə aiddir. Yüngül, ikiyüzlü, kilim. Sadə və qaba olur, palaz, divardan asılarkən saçaqları yanda olur, şəddə. Cavab olacaq B variantı. Hansı variantda sumaq, xovsuz xalça haqqında doğru cavab verilib? Sadə və süjetli kompozisiyadır. S hərfini xatırladan naxışlar bəzənərdir. Tərs üzündə kirkəli ipik çıxıntıları olur, divardan asılardı. Cavab olacaq tərs üzündə kirkəli ipik çıxıntıları olurdu. Sadə və süjetli kompozisiyadır, şəddə. S hərfini xatırladan naxışla bəzənərdi, zili və vərni. Divardan asılardı, şəddə. Qarabağ xalçaçılıq məktəbi haqqında doğru variantı seçin. Naxışların incə ilə seçilirdi. Burada Bakı, xillə buta xalçası aiddir. Altı bucaqlı göllər, bu xalçaların səciyyə və əlamətləridir. Burada Gəncə və Qazax xalçaçılıq məktəbi aiddir. Kompozisiyalar ritm üzərində qurulub. Bu Şirvan, Şilyan xalçasıdır. Qeyri-adi fantaziya kolorit əlvanlığı ilə seçilirdi. Qarabağ xalçası Malabəyli. Mavi lotosa bənzəyir və Afrikanın cansız səhrasını yarıb keçirdi. Aralıq dənizi, Qırmızı dəniz, Nil çayı, qədim Misir. Mavi lotosa bənzəyən Nil çayı idi. Qədim Misirdə fironların üst geyiminin əsas hissəsi nə təşkil edirdi? Önlük, yaxalıq, klaft və ürək. Üst geyimin əsas hissəsi bel bağı ilə bərkidilən önlük sayılırdı. Kraliçanın dar, zolaqlı üst geyimi nə adlanırdı? Klaft, qrifon, xepreş, kalazeris. Kalazeris kraliçanın dar, zolaqlı üst geyimi adlanırdı. Klaft zolaqlı yaylıqdır, göy və qızıl olardı. Qrifon isə kərkəs başlı fantastik quş idi. Xepreş isə göy tac hesab olunurdu. Ölümdən sonraki dirçəliş və fəlakətdən müdafiə edən simvol nə adlanırdı? Demişdik ki, skarabey müqəddəs böcəkdir. Sübh günəş tanrısının simvolu hesab olunurdu. Anks əbədi həyat nişanı hesab olunurdu. Lotos gözəllik və əbədi həyat simvolu, qoruyucu göz isə ölümdən sonraki dirçəliş və fəlakətdən müdafiə edən simvol.
Qədim Misiri vətəni adlandırmaq olar. Nöqtələrin yerinə uyğun gələn variantı yazın. Demişdik ki, qədim Misirin dövlət rəmzləri hansılardır? Lotos və qamış. Və qədim Misirin vətənini nə hesab etmək olar? Nəbati ornament. Qədim Çində tacirləri hansı parçadan libas geyinmək qadağan olunmuşdur? Pambıq, kətan, yun və ipək. Demişdik ki, imperator ailəsinin üzvləri yüksək məmur, alim, kübar xanımlar uzun qolları yerə dəyən ipək xalatlar geyinərdilər. Xəfif ipək isə təbəqələrdə üstünlük sayılardı. İpək alver edən tacirlərə də bu libasdan geyinmək qadağan olunmuşdu. Yüksək rütbəli məmurun baş geyimindəki kürəcik nədən ibarət olardı? Şüşə, bürünc, büllur və yaqut. Məmur papağının yuxarı hissəsi büllur, şüşə, bürüncdən hazırlanardı. Ancaq yüksək rütbəli məmurun baş geyimindəki kürəcik yaqutdan olardı. Nəslin ləyaqət rəmzi sayılardı. Heraldika, gerb, emblem və forma. Nəslin ləyaqət rəmzi gerb sayılardı. Heraldika gerb və nişanlara öyrənən elm sahəsidir. İki növə bölünürdü. Heraldik fiqur və qeyri-heraldik fiqurlar. Emblem isə hər hansı ideya və ya anlayışın simvolik şərti təsviridir. Məsələn, at nalı uğur emblemi sayılırdı. Burada gəmi işarəsi var. Hansı heraldika növünə aiddir? Üfüqi, heraldik fiqur, süni, diaqonal və əfsanəvi. Bu qeyri-heraldik fiqurlardır. Onlardan hansına aiddir? Süni. Dedik ki, qeyri-heraldik fiqurlar 3 növə bölünür. Təbii, süni və əfsanəvi. Gəmi, tikili, məişət əşyası, silah sünidir. Əjdaha, qirfon, əfsanəvi, insan, heyvan, bitki də təbii. Mütaliə edən şahzadə əsəri harada saxlanılır? Metropoliten Muzeyində, Fransanın Milli Kitabxanasında, Rusiya Milli Kitabxanasında və Ermitaj Muzeyində. Mütaliə edən şahzadə Sultan Məhəmmədin ən məşhur əsəri hesab olunurdu və Rusiya Milli Kitabxanasında saxlanılırdı. Tiflis şəhərində Sioni məbədi hansı rəssamın layihəsi əsasında tikilmişdir? Memar Əcəmi, Əcəmi Naxçıvani, Qriqorin Qaqarin, Tokai Məmmədov. Qriqorin Qaqarin memar kimi də fəaliyyət göstərmişdi və Tiflis şəhərindəki Sioni məbədi onun layihəsi əsasında tikilmişdir. Plakat sözünün mənası nədir? Düzəltmək, kopyalamaq, yapışdırmaq və simvol. Plakat sözünün mənası yapışdırmaq deməkdir. İngiltərə və ABŞ-da poster, Fransada isə afiş adlanırdı. İmaməddin Nəsiminin heykəli hansı materialdan yaradılmışdır? Metal, bürünc, mərmər, qranit və tuncdan. İmaməddin Nəsiminin heykəlini İbrahim Zeynalovla Tokay Məmmədovla birlikdə yaratmışdı və tuncdan. Adi gildən hazırlanmış, üzərinə şir çəkilmiş məmulat nə adlanırdı? Terrakotta dedik ki, bişirilmiş sarı yaxud qırmızı gil məmulatdır. Malika bişirilmiş, rəngli və üzəri şirlənmiş qab geniş məsaməli gildən hazırlanırdı. Keramik izir gildən hazırlanmış duluzçuluq məmulatıdır. Saxsı fayans, adi gildən hazırlanmış, üzərinə şir çəkilmiş məmulatdır. Hansı ölkələrdə şüşə millionlərin simvolu sayılırdı? Misir, Fransa, Rusiya və Çexiyada. Çexiya və Slovakiyada şüşə millionlərin simvolu sayılırdı. Qoblen hansı iplərlə toxunurdu? Yun və kətan, pambıq və yun, ipək yun, kətan və ipək. Dedik ki, qoblen yun və kətandan hazırlanırdı. Parçaya hopan maye sanki kəsmə yaradır və rəngə keçitmirdi. Söhbət nədən gedir? Qaynaq batikadan, soyuq batikadan, qoblendən yoxsa baftadan? Demişdik ki, batika 2 növə bölünür. Qaynaq batika və soyuq batika. Soyuq batikada parçaya hopan maye sanki kəsmə yaradır və rəngə keçitmirdi. Qaynaq batika isə əksinə, əridilmiş mum əvvəlcə parçadakı rəsm üzərinə hopdurulur. Sonra onunla tədricən rəsmə uyğun bütün rənglər açıqdan tündə prinsipinə əsasən parça üzərinə vurulurdu. Batika üsulunda hansı parçalardan istifadə edilirdi? Yun, kətan, ipək, pambıq, bafta, ipək, yun, pambıq. Batika daha çox ipək, pambıq və kətandan hazırlanırdı. 5-ci sinif üzrə Telegram testlərimiz bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.